Salam əziz uşaqlar. Bugün mən sizin üçün yeni bir maraqlı sualın izahını çəkirəm. Deməli, bizə nə deyir? Deyir, kökləri x1 və x2 olan kvadrat tənliyinin tənliyi üçün modul x1 çıxılsın x2 bərabərdir 2 olarsa, m-i tapın. Biz nə edəcəyik? V teoriminə görə köklərinin cəmi x1 plus x2 bərabərdir əks işarə ilə ikinci həddə. Köklərinin hasili isə deməli sərbəst həddə bərabərdir. Yəni 2m plus 1-ə. Digər tərəfdən bizə modulda x1 çıxılsın x2-ni 2 olduğunu deyir. Biz nə edərik? Hər tərəfi kvadrata yüksəltsək, x1-in kvadratı minus 2x1 x2 üstə gəl x2-nin kvadratı bərabərdir 4. Deməli, birinci köklərinin cəmindən yenə hər tərəfi kvadrata yüksəltsək, alarıq ki, x1-in kvadratı plus 2x1 x2 plus x2-nin kvadratı bərabərdir. M-in kvadratı çıxılsın 6m plus 9. Buradan x1 ilə x2-nin kvadratını tapsam, x1-in kvadratı plus x2-nin kvadratı bərabərdir. M kvadratı çıxılsın 6m plus 9 çıxılsın 2x1 x2. Aparıb digər ifadədə yerinə yazıram. Gətirirəm bunu buradakı x1 və x2-nin yerinə həmin ifadəni yazacağam. Deməli, burada yazıram ki, m kvadratı çıxılsın 6m üstə gəlsin 9 minus 2x1 x2. Burada da çıxılsın 2x1 x2 bərabərdir 4. Deməli, m-in kvadratı çıxılsın 6m üstə gəlsin 9 çıxılsın 4. x1 x2-nin yerinə də yazacağım ki, mənfi 2m plus 1 bərabərdir 4. Biraz da sadələşdirmə aparaq. Üstə gəl 9, üstə gəl 8m çıxılsın 4 bərabərdir 4. Yəni, m-in kvadratı çıxılsın 6m üstə gəl 8m 2m bərabərdir. Daha doğrusu 4-ü keçsək sol tərəfə 9-dan 8 çıxsaq, eləcək 1 bərabərdir 0. Buradan da biz görürük ki, m plus 1-in mörtəzə kvadratı düsturuna gəlir. Buradan da m bərabərdir mənfi 1 olduğunu tapdıq. Deməli, m-in qiyməti mənfi 1, yəni B variantı.